Salam, hər vaxtınız xeyirli olsun. Mən İsmail İbrahimov. Bu videoda sizə Respublika Fen Olimpiyadasının ilk mərhələsində düşən bir sualı izah edəcəm. Sual iqlimlə bağlı olan bir sualdır. Sualda deyilir ki, Alisovun iqlim təsnifatlandırılmasına əsasən mülayim iqlim qurşağına aid doğru fikirləri müəyyən edin. 1. Cənub yarımkürəsində tam zolaq əmələ gətirmir, səhvdir. Çünki mülayim iqlim qurşağı həm şimal yarımkürəsində, həmçinin də cənub yarımkürəsində bütöv zolaq yaradır. Birinci ifadə səhvdir. Şimal yarımkürəsinin bütün vilayətlərində yanvar ayının orta temperaturu 0 dərəcədən aşağı olur, səhv fikirdir. Şimal yarımkürəsində mülayim iqlim qurşağının mülayim dəniz, mülayim kontinental, kəskin kontinental və musson tipləri var. Bu tiplərdən mülayim dəniz iqlim tipində yanvar ayının orta temperaturu 0 dərəcədən yüksəkdir. Digər tiplərində isə yanvar ayının orta temperaturu 0 dərəcədən aşağıdır. Ona görə ikinci ifadə səhvdir. 3. Dəniz vilayətinə, yəni mülayim dəniz iqlim tipinə Avrasiya materikinin həm şərqində, həm də qərbində rast gəlinir, doğru fikirdir. Avrasiya materikinin qərb hissəsində, yəni Qərbi Avropanın qərb okean sahili boyu əraziləri və Kamçatka yarımadası, şərqdə Kamçatka yarımadasında mülayim dəniz iqlim tipi müşahidə edilir. Ona görə üçüncü ifadə doğrudur. 4. Cənubi Amerika materikində həm dəniz, həm də mülayim kontinental vilayətinə rast gəlinir. Bu da doğru fikirdir. Cənubi Amerika materikinin cənub hissəsi mülayim iqlim qurşağında yerləşir. Bu qurşağın qərb hissəsi, Sakit okean sahili boyu ərazilər, hansı ki o ərazilər qərb küləklərinin təsirinə məruz qalır. Orada mülayim dəniz iqlim tipidir. Şərq hissəsi, Falkland cəryanının təsiri altında olan, yəni Falkland soyuq cəryanının daha doğrusu təsiri altında olan ərazilər isə mülayim kontinental iqlim tipindədir. Yəni dördüncü ifadə doğrudur. 5. Bütün vilayətlərində il boyu yalnız alçaq təzyiq hakim olmur. Bu da doğru fikirdir. Mülayim iqlim qurşağının, baxın, bütün vilayətlərindədir. İl boyu yalnız alçaq təzyiq müşahidə olunur. Misal üçün, tutaq ki, mülayim iqlim qurşağının musson tipini fikirləşək. Musson tipində yay aylarında orada hava isti olduğuna görə qalxan hava alçaq təzyiq olur. Qış aylarında isə soyuq olduğuna görə yüksək təzyiq olur. Yəni il boyu vilayətlərində alçaq təzyiq müşahidə olunur. Quru sahəsi geniş sahə təşkil etdiyinə görə bu il ərzində təzyiq sahələri dəyişə bilir. Yüksək təzyiq də ola bilər, alçaq təzyiq də ola bilər. Ona görə 5-ci ifadə də doğrudur. 6-cı ifadə mülayim, soyuq və daimi şaxta istilik qurşaqlarının mövcud olduğu ərazilərdə yayılıb səhvdir. Təbii ki, daimi şaxtaya düşməz. Mülayim iqlim qurşağı əsasən geniş sahədə mülayim istilik qurşağının daxilində yayılmışdır. 6-cı ifadə səhvdir. Deməli, sualımızın doğru cavabı 3, 4, 5 Y variantı. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.